Fitrə zəkatı nədir? Fəqihlərin rəyinə əsasən fitrə zəkatı o kəsə vacib olur ki, yetkinliyə çatmış olsun, ağlı başında olsun, ayıq olsun və yoxsul yaxud qul olmasın. Belə bir kəs gərək özü və onun çörəyini yeyən hesab olunan kəslərin hər biri üçün bir sa, təqribən 3 kiloqram miqdarında buğda, arpa, xurma, kişmiş, düyü və bu qəbil ərzaq versin. Yaxud onların qiymətini haqqı çatan kəsə ödəsin. Bəzi fəqihlər fitrə zəkatının sərf olunma yerini 8 yerdən biri biliblər. 1 fəqirə, 2 miskinə, 3 zəkat toplayan kəsə, 4 zəkat veriləcəyi təqdirdə İslam dinini qəbul edəcək, yaxud döyüşdə müsəlmanlara kömək etmiş kafirə, 5 qul azad etməyə, 6 borcunu ödəyə bilməyən borcluya, 7 dinin ümumi mənfəəti üçün nəzərdə tutulan işlərə, məsələn məscid və körpü inşa etməyə, 8 səfərdə qalmış misafirə. Fitr bayramı gecəsi günəş batmamışdan öncə evə qonaq gəlsə və ev sahibinin çörək yeyəni hesab olunarsa, qonağın fitrəsi ev sahibinin boynundadır. Yəni əgər bir qonaq bir müddət ev sahibinin evində qalmağı qərara alarsa, onun üçün fitrə verilməlidir. Nəinki gəlib bir tikə çörək yeyib evinə qayıdan kəs. Əgər bir nəfərin fitrəsini kimsə çıxartmalıdırsa, onun özü üçün fitrə çıxarması vacib deyil. Məsələn, evin oğlu xaricdə təhsil alır və onun xərcləri atanın boynundadır. Ayrı ölkədə olsa da ata oğlunun yerinə fitrə çıxaracaq. Əgər mənim yerimə başqası fitrə çıxarmalıdırsa, lakin çıxarmırsa, mənim öz yerimə çıxarmağım vacib deyil. Lakin bəzi alimlər deyiblər ki, vacib ehtiyata əsasən belə adam özü üçün öz yerinə çıxarmalıdır. Əgər fəqir seyid olsa, ona başqa bir seyid yardım etməlidir. Əgər kimsə fitrə zəkatının ödənilməsi gərəkən vaxtda bunu etməzsə, kənara da qoymazsa, daha sonra əda və qəza niyyəti etmədən fitrə etməlidir. Fitrə zəkatı niyyət edilərək verilməlidir. Əgər fitrəni çıxarıb kənara qoysa, daha onu özü üçün istifadə və ya götürüb yerinə başqa bir mal qoya bilməz. Ana bətnində olan körpə üçün fitrə zəkatı çıxarılmır. Yığılan fitrəni bir neçə yoxsula vermək olar. Lakin gərək bir fəqirə verilən miqdar bir sadan, yəni 3 kiloqramdan az olmamalıdır. İnsan fitrə zəkatını qürbət qəsdi ilə, yəni uca Allahın huzurunda mütilik və bəndəliyin təzahürü üçün və ixlasla verməlidir. Bayaq da dedim, fitrə zəkatını çıxararkən niyyət etmək lazımdır. Bu niyyət şərtdir. Deməli, fitrə çıxarılacaq, bayram məlum olubsa və qürubdan sonradırsa, ödənilməsi yaxşı olan zaman isə belədir ki, ödəsin, sonra bayram namazı qılsın. Müstəhəbdir ki, insan fitrə zəkatını verməkdə öz yoxsul qohum və qonşularını başqalarına tərcih etsin və daha yaxşı olar ki, elmi, imanlı və fəzilətli insanları fitrə zəkatını verməkdə başqalarından üstün tutsun. Çatdıq əsas məsələyə. Kart yolu ilə fitrə zəkatı vermək olarmı? Bir dəstə deyir ki, bəli, sən birbaşa fəqirin kartına göndərə bilərsən. Əgər nağd pul ayırmısansa, onu öz kartına yüklə, sonra kartdan karta fəqirə yolla. Ya da məğrib zamanı kartındakı puldan müəyyən məbləğ ayırmağı niyyət et və onu fəqirin hesabına yolla. Lakin bəzi alimlər belə şeyi qəbul etmirlər.